Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademiyanın informatika müəllimi Məhluqə müəllim. Gəlin növbəti sınağımızın izahına baxaq. Sual belədir. MS Excel 2010 proqramında cədvəl fraqmenti verilir. D3 xanasındakı, deməli, hansı düstur daxil etmək lazımdır ki, aşağıdakı xanalarda onu da tətbiq etməklə malların məbləğinin manatla hesablanması. Baxıram. Mallarımın məbləğinin, baxın, dollardan manata çevrilmə əmsalı 1.7-dir. Və bu birinci gördüyünüz kimi sətirdədir. Və mənim və təbii ki, bu dəftər, qələm, eyni zamanda silgi, bunların hər birinin standart qiymətləri, yəni mallarımın ümumi, yəni məbləğləri manatla hesablanması gördüyünüz kimi bu hissədə D xanasında yazılacaq. Yəni elə bir düstur mən daxil etməliyəm ki, gördüyümüz hər səfərində bilir ki, qiymət, yəni dollardan çevirəndə 1.7-yə vurulmalıdır və bu itməməlidir. Deməli, mənim B1-ci xanam dəyişməməlidir. Deməli, dollar işarəsi B1 məndə dəyişməməlidir. Aha. Gəlin baxaq. Deməli, açıq şəkildə sizə göstərim burada. Aha. Deməli, bu dəyişməməlidir. Dəyişməməsi üçün deyirəm ki, dollar işarəsi B, dollar işarəsi 1. Aha, bu xanamı sabit saxladım. Mən daha sonra nə etməliyəm? Qiyməti götürməliyəm. Məsəl üçün, qələmi hesablayıramsa, qələmin qiymətini, dəftəri hesablayıramsa, dəftərin qiymətini. Və mən D3 xanasına yazacağım üçün və D3 xanasına həmin düsturu aşağı sürüşdürəndə onlar dəyişməsi üçün mən birinci B3 xanasındakı qiyməti götürürəm. Yəni, vurulsun B3 xanasındakı qiymət və vurulsun. Eyni zamanda da miqdarı lazımdır axı mənə ki, nə qədər vurulur. Bir də ki, C3 xanamdakını nə edirəm? Yazıram. Всё. Və eyni zamanda bu D xanama dollar işarəsi B1, B3, C3-ü daxil etdikdə, eyni zamanda bunları aşağıya doğru sürüşdürdükdə bir dənə dollar işarəsi B, B1, yəni B1 dəyişməyəcək. Sadəcə yerdə qalan digərləri hər biri silgi və dəftərə görə hesab olunacaq. Burada cavabımız olacaq B variantı. Növbəti suala keçək. Deməli, ikinci sualımız belədir. Aşağıdakı verilənlərə əsasən kombinlərdən hansı IP ünvan ola bilər? Biz bilirik ki, IP ünvanlarda 255-i biz aşmamalıyıq da. Yəni, ona görə bunu elə düzməliyik ki, hər biri 255-i aşmamaq şərtindən. Gəlin baxaq. Deməli, ilk birinci mən tutaq ki, Y-dən başlamaq istəyirəm, 192. Yazıram, bura Y-i verdim. Y-i verəndə mənə olacaq nə? Burada yazacağım, 192. Daha sonra tutaq ki, mən Z-i vermək istəyirəm. Nöqtə 16 olmalıdır. Y-dən sonra Z-i verdim. Daha sonra mən tutaq ki, X-i vermək istəyirəm. X-dan sonra davamını yazacağım da nə olacaq? 0.200. Hələ ki, baxın, heç bir aşma yoxdur. Və X-dan sonra da K-nı vermək istəyirəm. Tutaq ki, K-da da nə olacaq? Nöqtə 11. Aha, baxıram ki, heç biri deməli 255-i aşmadı ki, buradakı qiymətlərdən. Baxıram ki, yox, deməli bu şəkildə uyğunluq olar. Deməli, Y, Z, X, K, всё, cavab olacaq B variantı. Növbəti suala keçək. Üçüncü sual, maraqlı və cavabı tam ekranda deyir. Deyir ki, verilmiş lent interfeysinə əsasən hansı əmr seçilmiş qovluğun naviqasiya panelinə bərkidir? Görürsünüz burada bərkitmə işarəsini. Yəni, ona görə dedim ki, ekrandadır. Təbii ki, pin to quick access-dən biz onu ekrana bərkidə bilərik. Növbəti suala keçək. Dördüncü sualımız. Deməli, deyir ki, verilmiş IP ünvanına görə şəbəkənin geniş miqyasını, yəni broadcast ünvanını verməliyik biz. Aha, geniş ünvanını, yəni broadcast ünvanını təyin etmək üçün necə təyin edək? Gördüyünüz kimi bu şəkildə verilib. Bu tip misallarda biz dərslərimizdə hər zaman qeyd etmişik ki, əvvəlcə sinifə baxmalıyıq. Sinifdəki qarşıdakı ilk rəqəmlə təyin olunur. Aha, gəlin baxaq. Deməli, mənim 192-dir sinifim və mən qeyd etmişəm ki, 192 məndə C sinifidir. Bunu dərslərimizdə dəfələrlə qeyd etmişik. C sinifidir və C sinifi olduğu üçün də təbii ki, 3 dənə verilən bu
hissə və bir dənə də məndə broadcast ünvanı olacaq. Yəni 3 dənəsini verəcəm. 192, 168 və 1-i. Ən sonda bir dənə mən broadcastım üçün 255-i ora daxil edəcəm. Burada cavab olacaq B variantı. Növbəti suala keçək. Aha. Növbəti sualda deyir ki, Google SketchUp haqqında deyilənlərdən hansı doğrudur? Gəlin görək hansı doğrudur. Deməli, deyir ki, qapalı tillərdən ibarət kontur üz yaradır. Qapalı tillər kontur. Kontur üz yaradır. Təbii ki, tillər olmasa üz yarada bilmirəm. 1. Tillər olmadan üz yaratmaq mümkündür. Xeyr, bayaq dedim, mümkün deyil axı. Gərək tillər olsun ki, mən orada bir üz yarada bilim. Aha, növbətinə baxıram. Deməli, 2 getdi. Üzlərin silinməsi tilləri təsir etmir. Bəli, tillər silinəndə üzlərə heç o qədər də, yəni üzlər silinəndə tillərə heç o qədər də təsiri olmur. Oldu 3. Daha sonra tillərin silinməsi üzlərə təsir edir. Yox, tillər silinirsə, deməli, tillər silinirsə, üzlərdəki təbii ki, yoxa çıxır. Üzləri silmək mümkündür, amma gizlətmək mümkün deyil. Xeyr, mən tillərimi nə edə bilərəm? Gizlədə də bilərəm. Deməli, üzlərin silinməsi tillərə təsir etmir, düzdür. Tillərin silinməsi üzlərə təsir edir, düzdür. Aha, burada oldu nə? 1, 3, 4 cavab oldu nə? A variantı. Bir daha təkrarlayıram. Üzlərin silinməsi tillər yerində qalır. Təbii ki, təsir etmir. Lakin tillərin silinməsi üzlərə nə edir? Təsir edir. Növbəti sual. Deyir ki, yalnız daxil etmə qurğusu. Aha, gəlin biz xaric etmələri çıxardaq da. Çünki, məsələn, burada monitor neyidir? Xaric edir. Mənə daxil etmələr lazımdır. Daha sonra bizdə plotter var burada. Neyini? Xaric edir. Ondan sonra bir-bir hamısından nələr silirəm? Baxın, xaric etmələri silirəm ki, yerdə qalanlar zaten məndə nə olar olacaq? Daxil etmələr olacaq. Sonra plotter burada yenə öz növbəsində xaric edir. Printer eyni öz növbəsində nə edir? Xaric edir. Klaviaturadır, daxil edir. Mikrofondur, daxil edir. Web kameradır, daxil edir. Növbəti suala baxaq. Deməli, deyir, Access-də, ISC-də kodlaşdırılmış həcmi 1024 bit olan mətn neçə simvoldan ibarətdir? Əvvəlcə bilirəm ki, ISC-də kodlaşıb, yəni 8 bitlə kodlaşıb. 8 vurulsun. Simvolumun həcmi yoxdur. X-a bərabərdir. Ümumilikdə həcmi nə qədərdir? 1024-də. Yazıram bura 1024 bit. Hər ikisi bitlə olduğu üçün heç bir çevrilməyə ehtiyac yoxdur. 1024-ü də böləcəm 8-ə, o da edəcək 128. Cavab orada B variantı. Növbəti suala keçək. 8-ci sualım. 8-ci sualım belədir ki, X dəyişəninin hansı ən kiçik qiymətində aşağıdakı məntiqi ifadə doğrudur? Burada gördüyünüz kimi bura düşüb, əslində bu bunun qabağında olmalıdır. Tamam, inkar işarəsidir də. Deməli, məndə implikasiyadır. İmplikasiya məndə nə zaman deyək ki, məntiqi ifadə doğru olsun. Yəni, bir cavab alsın da, bunun cavabı olsun 1. Yəni implikasiyada məntiqi ifadəm nə zaman 1 olur? Baxın, 1-dən 0-a gəldiyi halda 0 olur. Qalan digər hallarda, məsələn, 0-dan 0-a gələndə məndə 1 olur və yaxud da ki, 1-dən 1-ə gəlirəmsə 1 olur. Bu şəkildə. Mən də nə edəcəm? Birinci 1 yoxlayıram. Deyirəm 1 böyükdür 2-dən. Deyirəm ki, yox. Amma burada inkar onu hə elədi. Bura elədi 1. Deyirəm ki, 1 böyükdür 3-dən, deyir yox. 1-dən 0-a gəlirəm. Axı 0 edir. Olmaz. 2 verirəm. 2 2-dən böyükdür, yox 0. İnkar elədi 1. Deyirəm 2 böyükdür 3-dən, xeyr. 1-dən 0-a yenə. Daha sonra 3 verirəm. Deyirəm 3 böyükdürmü 2? Deyirəm hə, amma yox verdi. İnkarı onu yox elədi. 3 3-dən böyükdürmü? Yox. 0-dan 0-a gəldi 1. Elə ən kiçik budur. Digər hallarda ödəyəcək, amma ən kiçik elə bu olduğu üçün elə burada olacaq cavab C variantı. Növbəti suala keçək. Növbəti sualımız, onluq say sistemində verilmiş 512 ədədini 16-lıq say sistemində təsvir olunarsa, onun
ilk rəqəmi neçə ilə başlayır? 512-yi sadələşdirirəm. 209 deməkdir. Həmin onun da kvadratı bərabərdir. 218 etdi. Mən 16-lıq say sisteminə keçirəmsə, bizim qayda necə idi? Qüvvəti 16-lıq say sistemi olduğu üçün 4 bitə bölürəm. Bərabərdir. 18-i 4-ə böləndə 4 dəfə düşəcək, qalığım isə 2 qalacaq. Biz demişdik ki, qalıq neçə qalırsa, onu 2-nin qüvvətinə yazırıq, bərabərdir 4. Ədədim 4 ilə başlayır. Tam hissələrimin sayı qədər də 0 olacaq. Deməli, gördüyünüz 512-nin kvadratı 16-lıq say sistemində bu şəkildə yazılmış olacaq. Və məndən ədədim rəqəmim neçə ilə başlayır? Baxın, 4 ilə başlayır. Növbəti suala baxaq. Növbəti sual, Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. I burada hər biri A-nın deməli elementlərini bir-bir götürüb istifadə edəcək. Gəlin baxaq. Deməli, birinci 3-ü götürürəm. Gəlirəm, 3-ü 4-ə bölündə qalıq 0 edir, deyirəm xeyr. Sonra 5-i götürürəm. 5-i 4-ə bölündə qalıq 0 edir, xeyr. 7-ni götürürəm. 7-ni 4-ə bölündə qalıq 0 edir, xeyr. 5-i götürürəm. 5-i 4-ə bölündə qalıq 0 edir, xeyr. 12-ni götürürəm. 12-ni 4-ə bölündə qalıq 0 edir, bəli. O zaman keçib içərdən bunu hesablayacağam. Deməli, o zaman nə edəcəm? Məndə P neçədir? Deməli ki, 7-dir. 7-ni məndə 12-dir. 7-ni 12-yə böləndə qalıq tam hissəm məndə 0. Üzərinə gəlirəm. Yenə P 7-dir. 7-ni 12-yə böləcəm. Qalıq hissəm məndə nə düşəcək? 7 düşəcək. 0 plus 7 mənə verdi 7. Ən son Q-nin qiyməti çapa gedəcək. Bu zaman 7 qiymətimiz çapa getmiş olacaq. Belə əziz müəllimlər, növbəti sual izah videolarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.